biz şəhidimiz Mübariz Şahmurovun barəsində söhbət edirik. Təbii ki, bizim bütün şəhidlərimiz bizim üçün əzizdir. Bütün şəhidlərimizin ruhu qarşısında biz hər zaman baş əyirik. Bütün şəhidlərimizin ailəsi bizim diqqət mərkəzimizdədir. Xüsusilə də yəni bizə yaxın olan, bizim ərazimizdə yaşayan, bizim təmasda olduğumuz, ailəsi ilə təmasda olduğumuz şəhidimizin barəsində danışmaq daha, yəni mənim üçün çox sevindirici haldır. Çünki mən şəhidlərimizin, mən bilirəm ki, şəhidlərimizin ruhu bu günləri narahatdır. Bilirəm ki, şəhidlərimizin ruhu o vaxtı şad olacaq ki, biz torpaqlarımızı işğal altından azad edəcəyik. Bilirəm ki, onların ruhu o vaxt şad olacaq ki, biz qaçqın və köçkünlərimiz öz dədə-baba torpaqlarına qayıdacaq. Bizim yəni şəhidlərimizin ailələrinə, qaçqın və köçkünlərimizə dəymiş maddi, mənəvi ziyanın ödənilməsi zamanı bizim ödənildiyi vaxt bizim şəhidlərimizin ruhu şad olacaq. Və o vaxta qədər biz şəhidlərimizin adını uca tutmalıyıq. Şəhidlərimizin adı hər zaman bizim üçün əziz olmalıdır. Onları biz yaşatmalıyıq. Onların ailə üzvlərini yaşatmalıyıq. Onların ailə üzvlərinə diqqət göstərməliyik. Şəhidlər davaya gedəndə, şəhidlər əskər paltarı geyinəndə onlar düşünmürdülər ki, onlar nəyəsə umacaqlar, nəyəsə gözləyəcəklər, ailəsi əziyyət çəkəcək, əziyyət çəkməyəcək. Onlar vətən deyib bu haqq yoluna, haqq davasına qatıldılar və şəhid olanlar şəhid oldu, qazi olanlar qazi oldu, sağ qalanlar sağ qayıtdı vətənə. Sağ qalanlar, qazilər, onların yəni canlı bizim şəhidlərimizdirlər. Biz bu günləri, yəni şəhid ailəsinə göstərdiyimiz diqqəti bizim qazilərimizə göstərməliyik, bizim müharibə veteranlarına göstərməliyik. Bu bizim bir amalımıza çevrilməlidir, bu bizim bir borcumuza çevrilməlidir, vətəndaşlıq borcuna çevrilməlidir. Mübariz qardaşımızın demək, ailə üzvü ilə mən yaxından tanışam. Onların düzdür, tez-tez tədbirlərində, tədbiri də tez-tez keçirilməyib, ancaq keçirilən tədbirlərində çalışmışam iştirak edeyim və onların yanında olduğumu dilə gətirim. Və çalışmışam ki, onların ailə, Mübariz Şahmurovun ailəsinin demək, problemlərinin həllində qismən də olsa iştirak edeyim. Bayramlarda onlarla bir yerdə olun. Yəni, bu bir vətəndaşlıq borcumdur birinci növbədə. İkinci növbədə də mənim vəzifə borcumdur. Yəni, mən millət vəkiliyəm və mənim qərargahımın qarşısında yaşayan şəhid ailəsinin mənim yəni, münasibətimdir. Bu münasibət mən bilirəm ki, çoxlu saylı insanlarımız tərəfindən sərgilənir. Bu münasibəti bütün vətəndaşlarımız şəhid ailələrinə göstərir. İstəyərdim ki, daha da vətəndaşlarımız diqqətli olsunlar, daha da şəhid ailələrində çox diqqət göstərsinlər. Şəhid ailələri yenə deyirəm, onlar ən əzizlərini, ən dəyərlilərini, ən qiymətlilərini bu vətən üçün veriblər, yəni şəhid veriblər. Onların artıq ikinci söhbətə yəni ehtiyacı yoxdur, ikinci bir müzakirəyə ehtiyacı yoxdur, ikinci bir müzakirə aparmağa bizim ixtiyarımız yoxdur. Çünki bunlar ən dəyərlisini övlad, uşaq dünyaya gəlib və gözünü açıb, atası gedib davaya şəhid olub. Yəni, onun uşağı niyə əziyyət çəkməlidir, onun uşağı niyə çətinlik görməlidir, onun uşağı niyə əzab görməlidir. Ona görə bizim hər birimizin borcudur ki, yəni olanımızdan vəzifə səlahiyyətlərimizin çərçivəsində biz şəhid ailələrinə, onların övladlarına, qazilərimizə, veteranlarımıza xidmət edək, diqqət göstərək və bu günü gündən də biz bunu aşılamalıyıq, günü gündən də bunu biz yeniləməliyik, günü gündən də biz bunu müasirləşdirməliyik, zamanənin tələbinə uyğun olaraq biz şəhid ailələrinə diqqət göstərməliyik. Mübariz Şahmurov az-saylı şəhidlərdəndir ki, onun demək silahdaşı, sağ qalan silahdaşı onun barəsində gözəl fikirlər söyləyib. Yəni bir vuruşan əskər kimi, vuruşan bir vətəndaş kimi, yəni ölümdən qorxmayan, davadan qorxmayan, silah səsindən qorxmayan, vətəni üçün canını hər zaman verməyə hazır olan bir şəhid kimi, yəni gözəl sözlər danışıb. Ona görə də bizim bu kimi qəhrəmanlara onların demək gənc nəslə tanıtmağa demək böyük ehtiyacımız var və gənc nəslimiz o qəhrəmanlarını tanımalıdırlar. Düzdür, yenə deyirəm, torpağımız hələ ki işğal altındadır. Ancaq tədricən zaman-zaman
biz o torpaqları qismən də olsa, yəni aprel hadisələrində biz onun qismən də olsa müəyyən bir hissəsini geri qaytarmağı bacardıq. Halbuki, yəni heç kim bunu gözləmirdi. Halbuki heç kim, bütün dünya, yəni düşmənimizin arxasında dayanıbdır. Onların o havadarlarıdır. Ancaq ona baxmayaraq Azərbaycan əskəri, Azərbaycan ordusu qəhrəmanlıq sərgiləyib o torpaqlarımızın müəyyən hissəsini geri qaytardı. Günlük hadisəsi 2018-ci ildə Naxçıvandakı günlük torpaqlarımızın 11.000 hektar torpağımızın geri qaytarılması. Biz ordumuza güvənirik, biz əskərimizə güvənirik, biz şəhidimizin adını uca tuturuq, biz qəhrəmanlarımızın adını uca tuturuq, qazilərimizin adını uca tuturuq. Biz bunları uca tutmasaq, biz məğlubiyyətə məhkum olacağıq. Biz məğlubiyyət bizim üçün qaçılmaz olacaq. Ona görə biz bu günləri, bax, bu halları hər bir vətəndaşımızın düşündüyünü görməliyik. Hər bir vətəndaşımız bunun yaşamağını görməli. Hər bir vətəndaşımız özünü şəhidin oğlunun yerinə qoymalıdır, şəhidin həyat yoldaşının yerinə qoymalıdır, şəhidin anasının yerinə qoymalıdır, şəhidin bacısının yerinə qoymalıdır ki, bunu hiss etsin, bunu dərk etsin. Bu dərk bütün insanlarımız tərəfindən dərk edildisə, biz artıq qalib bir millət kimin yaddaşlarda qalacaq. Şəhidlərimiz barəsindəki çəkilən xatirələr, filmlərin yayılmasını, onu daha da intensiv şəkildə çəkilməsinin tərəfdarıyıq və biz də öz borcumuzu yerinə yetirərək öz qəhrəmanımızın, şəhidimizin barəsində gözəl sözlər deməyə hər zaman hazırıq. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, Allah bütün şəhidlərimizin yaxınlarına səbr versin, can sağlığı versin. Qoy xalqımız hər zaman zəfər çalan xalq olsun, qoy xalqımız qələbə dadını yaşasın, qoy xalqımız bugünkü insanları yaşından, başından asılı olmayaraq hər biri Şuşamızı görmək qismət olsun. Ona görə sizə də təşəkkürümü bildirirəm. Çox sağ olun ki, şəhidlərimiz barəsində filmlər çəkirsiniz və şəhidlərimizin xatirəsini əziz tutursunuz. Zaman ötür, fəsillər dəyişir. İllər əsrlərə, əsrlər minilliklərə çevrilir. Tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr var ki, heç vaxt unudulmur. Qərinələr ötsə, nəsillər bir-birinə əvəz etsə belə, öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt yaddan çıxmır. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, vətənin, millətin yolunda şuurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər. 29 illik qısa ömrünə şərəfli bir həyatı sığışdıran qəhrəmanımız Mübariz Şahmurov vətənin bütövlüyü uğrunda canından keçməyə hazır, ölümün gözünə dik baxan bu torpağın fədailərindən biridir. Bakıda yaşayırdım, Bibisi rayonunda olurduq. Mən belə eşitdim ki, orada yerli hərbi komissarlıqdan həmin piyada qoşunlarında, Rusiya ərazisində, MDB məkanında, piyada qoşunlarında xidmət eləyən, hərbisindən başı çıxan uşaqları səfərbər eləyirlər. Mən belə başa düşdüm. Çünki ona çağırış vərəqəsi gəlmişdi və o voyankomata getmişdi. Burada rayonda bizə xəbər çatdı ki, o Qarabağa gedir. Həmin ərəfələri anam da Bakıya səfər eləmişdi, nəysə müalicəsi ilə əlaqədar. Mən sizə deyərdim ki, anam, onun o qətiyyətli fikri var idi ki, Qarabağa gedəcək. Anam bəlkə bir ana kimi də onu fikrindən bəlkə də daşındırmağa çalışıb, bilmirəm, yanlarında olmamışam. Ancaq o fikri qəti idi, o dönməz idi və getməli idi. Həmin ərəfələrdə erməni bu faşistləri deyim, erməni daşınaqları deyim, onlar tərəfindən 91-ci il noyabrında bizim vertolyot vurulmuşdu. Həmin də vertolyotda Respublikamızın alimləri, ziyalıları, qiymətli şəxsləri həmin vertolyotda elə bir həlak oldular. Bəlkə də onun səbir kasasını bu hadisə doldurdu. O qəti qərara gəldi ki, özü kimi yoldaşlarla bir yerdə Qarabağa gedəcək.
Belə də onun taliyi gətirdi. Necə oldusa o getdi, Xocalı şəhərinə düşdülər. Bizim yeganə Qarabağda aeroportumuz olan Xocalı şəhərinə düşdülər. Aldığım məlumata görə onlar əvvəl 24 nəfər olublar. Vuruşublar, ondan sonra şəhəri qoruyublar. Xocalı şəhərinin bunlardan başqa özünün müdafiə yerlərdən ibarət müdafiə batalyonu da olub. İndi bunlar əl-ələ, çiyin-çiyinə o Xocalı şəhərini qoruyublar. Sonuncu görüşüm noyabr ayının əvvəllərində olub, 91-ci ilin noyabrın əvvəllərində olub. Biraz çox o millətin sevən, milliyyətçi deyərdim, belə fikirli, ideyalı adam idi. Bəzən fikirlərimiz haçalanırdı onunla söhbət edəndə. Yəni bizim dünya görüşlərimiz ayrı idi də, baxışlarımız ayrı idi. Millət təəssübkeşliyi onda mən deyərdim ki, ifrat dərəcədə idi. Müəyyən xüsusiyyətləri var idi. Millət, bizim öz millətimizdə, Azəri millətimizdə bir çatışmayan bir şey görəndə emosional o reaksiya bildirirdi. Niyə belə eləyirsən? Bu belə adam idi. Bu belə. Eləcə xüsusiyyətli adamlar elə bilirəm. Qarabağ müharibəsi elə adamlardan yan keçə bilməz. Nə bu ora olan hadisələrə biganə qala bilər, nə də ki Qarabağımınsız qala bilərdi. 1990-cı il 20 yanvar faciəsi onun səbrini daşıran son damla oldu. Bu faciədən hiddətlənən mübariz könüllü olaraq cəbhəyə göz bəbəyi kimi sevdiyi vətəni qorumağa yollandı. Elə bu müqəddəs amalı onun müharibənin ən qaynar nöqtəsi Azərbaycanın qanayan yarası Qarabağa, Xocalıya gətirdi. 1991-ci ilin dekabr ayında isti yuvasını, ailəsini, yaxınlarını tərk edərək vətənin harayına yollanan mübariz heç bilməzdi ki, bu onun doğmaları ilə son görüş olacaqdı. Əgər müharibə vardısa, ölüm də vardı. Bəlkə mübarizin gözünü kör edən vətən sevgisinin onun sonu olacağını bilmir. Mən mübariz haqqında çox şey danışa bilərəm, amma inanın ki, buna vaxt yetməz. Mübarizi mən tanıyandan nəsə onda çox fərqli xüsusiyyətlər mən hiss elədim. Həddən artıq, məsələn, can yananlıq, ailəsinə bağlılıq, hələ biz o vaxt ailə qurmamışdıq. Ailəsinə bağlılıq, nə bilim, çox belə fərqli bir insan kimi tanıdım mən onu. Biz ailə qurandan sonra da gördüm ki, bu çox gözəl ailə başçısıdır, uşaqlarını sevir, qayğıkeş insandır. Amma mən bu dərəcədə bilmirdim ki, bu qədər torpağını sevən, bu qədər ölkəsini sevən bir insandır. 20 yanvar hadisələrində mən onu tamam başqa cür gördüm. O qədər o həyəcanlı idi, o qədər o nə bilim belə fikirli idi, o qədər təəssüf hissi keçirirdi ki, o hadisələrə. Özü də orada iştirak eləmişdi. Bir möcüzə olmuşdu ki, o vaxt o sağ qalmışdı o hadisələrdən. Çünki o 3 gün, 3 gecə biz ondan xəbər tutmadıq. Çünki o vaxtda telefon yox idi, bilmirdik hara müraciət eləyək. O 3 gündən sonra gəldi, elə bir vəziyyətdə gəldi, dedi ki, bağışda da mən başqa cür eləyə bilməzdim, mənim orada yoldaşlarım var idi. 1991-ci il dekabrın 19-u mübariz hərbi geyimdə gəldi evə. Mən də təəccübləndim ki, bu nə geyimdir? Dedi ki, gedirəm Qarabağa, gedirəm döyüşməyə. O mübarizin sözünün qabağında da heç kəs bir söz deyə bilməzdi. Çünki o dediyi sözü də yerinə eləyərdi, əməl də eləyərdi dediyi sözə. Mübariz getdi, axırdakı hamıya məlumdur ki, 26 Xocalı hadisəsi başladı. O Xocalı hadisəsində də bunlar qeyri-bərabər döyüşdə döyüşdülər. Heç yadımdan çıxmır. Bu Xocalı hadisəsi başlamamışdan bir gün qabaq, bilmirəm o nə yollansa, zəng eləmişdi dostuna. Bizim evdə telefon yox idi o vaxtda. Zəng eləyib dedi ki, Famil, bu mənim son gedişimdir. Mənim sağ qayıtmağımı gözləməyin.
Dilşada deyin özündən müğayət olsun. Uşaqlardan müğayət olsun, onlara Allaha əmanət eləyirəm. Bu sözü mənə illər sonra dedilər. Demədilər onun ölümünü. O bilirdi ki, öləcək orada. Neçə ildir ki, bu əzabla biz yaşayırıq. İtkin, əvvəl İtkin adı ilə getdi. İtkin adadakı çox bizim üçün dəhşətli bir şey oldu. Anam üçün çox dəhşətli bir şey oldu. Evlənəsi bacımız, qardaşımız toylarda bir gözümüz gülürdü, bir gözümüz ağlayırdı. Həmişə gözümüz yollarda idi. O vaxt bu Xocalı hadisələri olanda əmim, yeznəm, qardaşım Ağdamda ölülərin içində 12 gün ölülərin içində qardaşımın ölüsünü axtardı, heç olmasa ölüsünü tapaq, aparaq. O qədər stres yaşamışdılar oradakı ölüləri görüb. Hələ indiyə qədər də mən o böyük qardaşım onun stresini yaşayır. Görmədiyi şeyləri görmüşdü orada. Qardaşım çox nətər aqressiv idi, necə? Erməni adı gələndə deyirdi, gedim onların anasını ağladım mən orada. Bu nədir? Gəlib bizim Azərbaycanları qovladılar, deyir. Ermənistanlar nə hoqqalar deyir, çıxardılar bizim başımıza, deyir bunlar. Mən atam xəstə olurdu, həmişə Şuşaya sanatoriya gedirdi. Gələndən sonra atam o qədər pis olurdu ki, deyirdi, ən safalı yerlərimiz, ən gözəl yerlərimiz ermənilərin əlindədir, deyir. Onlar orada, deyir, bizə, deyir, o qədər, deyir, yuxarıdan aşağı baxırlar. Heç deyir, əməlli başı, deyir, bizə mühacət eləmirlər. O gəlibdi, bunu evdə danışanda, qardaşım deyirdi ki, onların anasını ağladacam, canında var idi, deyirdi, gedim, məhv eləyim onları. O vaxtı Xocalıları gətirəndə hospitallara, o donmuşları, biz ailəlikcə gedib hospitallara axtarırdıq. Mən qardaşımın şəklini götürüb palatalara girəndə ki, soruşum ki, bu adamı görmüsünüz? Mən orada Xocalıları görürdüm, sifətlərin dərisi belə yoxdur. Deyirdim ki, kimin ölüb? Deyirdi, nəslim qırılıb. 9 adam ölüb, 10 adam ölüb. Mən utandığımdan bir dənə qardaşımın şəklini belə saxlayırdım. Utandığımdan deyə bilmirdim ki, mənim qardaşım orada itkin düşüb. Yəni deyirdim, ay Allah, bunların 9-10 adamları ölüb, mən bir dənə şeyini çəkeyim. Axırı bir dənə palataya girəndə bir adam dedi ki, ay bacı, o axtarın. Xocalının müdafiəçilərindən biri də Mübariz Şahmurovdur. O 1991-ci ilin dekabrında könüllü dəstəklə 21 nəfərdən olan könüllü dəstəyin tərkibində Xocalıya gəlib və Xocalının müdafiəsinə qoşulub. İcra başçısı tərəfindən onların dəstənin gəlişi gözlənilmirdi və heç bir dövlət struktur tərəfindən göndərilməyən bu dəstə silahlandırıldı. Çünki Xocalıda başqa qüvvələr yox idi, çox az idi və onların iştirakı çox lazım idi. Və onlar 2 ay ərzində Xocalının müdafiəsində durublar. 1992-ci ilin fevralın 25-dən 26-sına keçən gecə Şahmurov dəstə ilə birlikdə düşmənin qarşısını almağa çalışıb və qeyri-bərabər döyüşləri apararaq həlak olub bu döyüşlərdə. Bugün bizim Azərbaycan ordusunda və Azərbaycanda Şahmurov kimi və onun dəstənin üzvləri kimi çoxlu vətəndaşlarımız, əskərlərimiz var və ruhlanaraq, onların qəhrəmanlığı yada salaraq və ruhlanaraq ərazi bütövlüyünün bərpasında onlar çalışacaqlar. Şahmurov kimi döyüşlərdə iştirak edib və torpaqlarımızı işğaldan azad olmağa hazırdılar.
Xocalının ən ağır günlərində 1991-ci ilin dekabr ayının axırlarında, yəni Xocalı rayonunun Meşəli kəndi işğal olunduqdan təxminən 1-2 gün sonra ərəfədə Xocalıya gözlənilmədən vertolyot vasitəsilə Azərbaycandan 21 nəfər döyüşçü oğlan gəldi. Bu gələn döyüşçülərin rəhbəri, komandiri ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adına layiq görülmüş Quliyev Aqil sahib oğlu idi. Və bu 21 nəfər qəhrəman oğlanın heç kim tərəfindən göndərilməmişdi Xocalıya. Bunlar öz ürəklərinin istəyi ilə, çağırışı ilə gəlmişdilər. Yəni 8 milyonluq Azərbaycandan Xocalının harayına, Xocalılarla birlikdə Xocalını müdafiə eləmək üçün cəmi 21 nəfər oğlan gəldi Xocalıya. Və bunlar son ana qədər, Xocalının son anına, son saniyəsinə qədər Xocalı uğrunda döyüşdülər. Əsl qəhrəmanlıq nümunəsi göstərdilər. Əsl vətənpərvərlik nümunəsi göstərdilər. Cəsarət göstərdilər, mərdlik göstərdilər, igidlik göstərdilər. Yəni biz Xocalılar bu döyüşçülərin heç birisini özümüzdən ayırmırıq, ayrı saymırıq. Biz onları da Xocalı kimi qəbul eləmişik. Elə Xocalıda olduqları vaxtdan Xocalı kimi qəbul eləmişik. Onlarda olan vətənpərvərlik, vətən sevgisi, komandirlərinin rəhbərliyi altında nizam-intizam, qayda-qanun bu bir nümunə idi. O qəhrəmanlar 21 nəfər var. Biz də onlar 23 oldu. Sonra ikisi gedib 21 nəfər qalıb. Onların başında onların zvod komandiri Aqil Quliyev Sabiroğlu olur. Mən mübariz haqqında danışmaq istəyirəm. Bilsən buradan, mən bilmirdim, mübariz haqqında heç vaxt bilmirdim ki, belə onların içində olub, belə qəhrəman olub. O 21 nəfərin hamısı qəhrəmandır. Amma onları bir-birəcək, məsələn, Nəzərli Hikmət Nəzərini seçək. Aqil Quliyevdən sonra, yaralanandan sonra məsəl üçün onu qoyub ki, öz yerinə gedir. Məsələn, onlar qalıblar orada, 12-13 nəfər qalıblar orada. Axırıncı patronuna kimi vuruşurlar, oradan qaçmıyorlar onlar. Mübariz Şahmurov bilirsiniz nətərdir? Kimsə deyir milli qəhrəman. Yox, onlar xalq qəhrəmanıdır. Bilin, keçmişdə həmişə xalq qəhrəmanları deyirdilər. Bu həmişə bizim xalqımızın içində, Azərbaycan millətinin içində xalq qəhrəmanı. O 21 nəfər xalqın qəhrəmanıdır. Mən onlarla danışıram. Mübariz Şahmurov kimi qəhrəmanlar, Nəzərli kimi qəhrəmanlar, Aqil Quliyev kimi qəhrəmanlar onların içində. Məsəl üçün mən desəm, dedim, mən onların haqqında nə deyə bilərəm? O vaxt onlar ora gedəndə Elman müəllimlə biz danışdıq. Dedi, bir təzə bir 21 nəfər, 23 nəfər uşaq gəlib bura. Onların ikisi qayıtdı, 21 nəfər qaldı. Onlar haqqında mən Rafaeldən öyrəndim. Sonra məsələn Valeh müəllim idi, onlardan uşaqlardan öyrəndim. Belə yaxşı. Başında da mənim dostum, məsələn Nəsiminin qardaşı Aqil Quliyev Sabiroğlu durmuşdu onların başçısı. O 21 nəfər o ordunun qabağında, Rus ordusunun qabağında, erməni ordusunun qabağında bilirsiniz nələr fədalələr eləyir. Nə də qəhrəmanlıqlar eləyib. Onları bilirsiniz, bir-bir saymaqla qutarmaq mümkün deyil onlar haqqında. Onlar özləri könüllü olaraq Xocalının müdafiəsində olan ən təhlükəli postlardan birini, Xankəndindən Xocalıya gələn magistral yolun üstündəki postu götürdülər. Ən ağır, ən çətin postudur ora. Və son ana qədər o posta mərdliklə, şücaətlə döyüşdülər, vuruşdular. Bu 21 nəfər igid oğlanın ilk şəhidi oldu. 19 fevral 1992-ci ildə. Aqil Quliyev öz dəstəsi ilə Xocalıdan cəmi 3 kilometr məsafədə olan Həsənabad istiqamətində erməni quldur dəstələrinin yığışdığı o qaz kompresor idarəsinə hücuma keçdi. Çox sayda erməni qulduru məhv oldu orada. Aqil Quliyev özü yaralandı. Döyüşçülərindən biri Cabbar yaralandı. Ancaq şəhid verdilər. Musayev İlqar Vaqif oğlu həmin gün şəhid oldu. Onun qəbri Xocalı qəbirstanlığında qaldı. Biz onu Xocalıda dəfn elədik, Xocalı qəbirstanlığında qaldı. Məsələn, onların haqqında muzey düzəltmək lazım. Onların heykəlləri hər bir yerdə qoyulmalıdır. Onlar haqqında, məsələn, bizim məktəbdə uşaqlara, məsələn, dərsliyə salmaq lazımdır o 21 nəfəri. 21 qəhrəmanı, xalqın qəhrəmanı.
Onların içində də Mübarək Şahmurov da onlardan biri idi. Məsələn, mən getdim oradan onların qəbirlərini qazanda, o vaxt kimsə mənə desəydi ki, Mübarək Şahmurov da buradadır. Mən onu da, məsələn, ya qolummu, ya qılçımmı, ya başımı gətirə bilərdim. O vaxt mən Hikmət Nəzərlinin qolunu getdim. Orada bir jaketi ilə tanıdıq, geyindiyi əlindəki paltarı ilə, bir də onun orasında Nəzərli qolu yazılmışdı, onu getdik. Özdə hava, onlar qışda ölmüşdü, biz onu getdim, mən yayın o qızmar vaxtında, ilıq ayında getdik, onu götdük, gəldik biz. Bilirsiniz, qızmar günəşdə qazdıq oranı, erməni ilə danışığa getdik, qazdıq, onların onun qolunu gətirə bildik. Yəni bu igid oğlanlar vətənpərvərlik nümunəsi göstərdilər, mərdlik nümunəsi göstərdilər. Vətəni necə qorumaq lazımdır, o nümunəni göstərdilər. Bu 21 nəfərin 12-si qəhrəmanlıqla vətənimizin, torpaqlarımızın müdafiəsi uğrunda şəhid oldu. Hər birimiz onların ruhları qarşısında baş əyirik. Biz onları, bəli, biz hamımız Azərbaycan vətəndaşıyıq, ancaq biz onları eyni zamanda Xocalı vətəndaşı kimi də qəbul eləmişik. Xocalı sayırıq, bizim birimiz kimi sayırıq. Onlar ki, öz ürəklərinin çağırışı ilə, öz qəlblərinin çağırışı ilə Xocalıya gəldilər. O ağır, çətin günləri 2 aydan çox bir ərəfədə bizlə yaşadılar. Çox saylı döyüşlərdən keçdilər. Bilirsiniz, mən ancaq bunun haqqında danışa bilərəm. Çünki onların qəhrəmanlığını çox eşitmişəm. Məsələn, Allahverdi Bağırov, biz nə qədər çalışdıq onların meyitlərin hamısını gətirmək. Allahverdi Bağırovun milli qəhrəman Allahverdi Bağırovun Ağdamda, məsələn, o rota komandiri idi. Məsələn, onun dəstəsi biz idik də. Bizə nə qədər də biz onların çalışdıq, erməni ikinci səfər biz onları vermədik. O gedək onlardan gətirək. Onlar elə bildi. Sonra Allahverdi nə qədər elədik. Biz çalışdıq gətirəmək, ancaq Nəzərlinin qolunu gətirə bildik. Mən yenə deyirəm, o 21 şəhidimiz, orada olan şəhidimiz Azərbaycanın xalq qəhrəmanlarıdırlar. Başda Aqil Quliyev olmaqla Sabiroğlu. Mən hamısının qabaqlarında onların baş əyirəm. Mən bir zabit kimi, bir döyüşçü kimi, Qarabağ döyüşçü kimi, bir zabit kimi onların qabağında, o şəhidlərimizin qabağında baş əyib, onlara həmişə deyirəm, Allah sizə rəhmət eləsin, şəhidlərimiz. Və bir qəhrəmanlıq epizodunda danışacağım. Bax, bu dəstə ilə Xocalı döyüşçülərinin birlikdə Ruslara məxsus silah-sursat kolonun bizim uşaqlar ələ keçirdilər. Hərbi texnikanı, xeyli silah-sursatı, xeyli əsgər əsir götürülmüşdü Rus əsgərlərindən. Əsgərləri təhvil verdik, silah-sursatını da aldılar. Bir dənə verdiyim qalmışdı bizə. Yəni o da Aqil Quliyevin sərəncamında qalmışdı, axıra qədər qalmışdı. Həmin o məsələ ilə bağlı Zaqafqaziya hərbi dairəsindən General Popovun özü gəlmişdi Xocalıya. Ki, mənim əsgərlərimi, silah-sursatımı qaytarmasanız buranı verən qoyacam. Yəni, bax, belə qəhrəmanlıq nümunələri var idi, belə döyüş nümunələri var idi Xocalıda. Təbii ki, bütün döyüşlərin hamısında Aqil Quliyevin dəstəsi iştirak edirdi, qəhrəmanlıq göstərirdi. Allah Teala onların hamısına rəhmət eləsin. ...1992-ci il 25 fevraldan 26-sına keçən gecə saat 23:30 radələrində baş vermişdi. Yəni o vaxta qədər erməninin hazırlığını bilirdik ki, həmin gecə hücum olunacaq Xocalıya, bilirdik, günüzdən bilirdik. Xocalıya o vaxtı yəni o qədər diqqət olunmadı o vaxtki rəhbərlik tərəfindən, amma könüllülər gəldi. Könüllülər gəlib döyüşürdülər. O cümlədən Aqil Quliyevin dəstəsi gəldi, 21 nəfər uşaqlar gəldi. Onlar çox mədəni uşaqlar, çox, nə deyim, onlar insanlarla davranış qaydaları, geyimləri çox, yəni mədəni uşaqlardır, Bakıdan gəlmişdilər. Onlar Xocalılarla bərabər orada çox ağır döyüşlərdə oldular. Hətta onların Xocalılara çox köməkləri oldu. Gecə-gündüz əllərində silah. Aqil Quliyev, Fikrət Nəzərli,
Mübariz Şahmurov, mənim yadımda qalan, yəni adları yadımdan çıxıbdı, amma orada uşaqlar çox idi. Hətta bizlə bir yerdə yemək yeməyi də bizlə bir yerdə otururduq, çörək yeyirdik. Döyüşlərə, əməliyyatlara həmişə Xocalı uşaqlarla birgə gedirdilər. Təmiz Xocalı uşaqları ilə onlar öz aralarında elə bir kontakt yaratmışdılar ki, hamı evlərinə qonaq aparırdı onları. Onları bir Xocalılar onları özlərinə bir ailə kimi qəbul eləmişdilər. Bir oğul kimi, qardaş kimi qəbul eləmişdilər. Çünki onlar Aqil Quliyevin dəstəsi həmin o şəraiti özləri yaratmışdı, öz mədəniyyətləri ilə. 20-ci əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı mənim gözlərim önündə baş verib və Xocalı bir əsrdə 3 dəfə yandırılıb, yerlə yeksan edilib. Amma son dövr hadisələrin içində olduğuma görə nələr deyə bilərəm mən? Çox böyük əziyyətlə quruldu Xocalı şəhəri. Ona şəhər rayon statusu verildi, çox böyük işlər görülürdü və rəhməti Tofiq Hüseynovun rəhbərliyi altında Xocalı əlahiddə özü müdafiə taboru yaradıldı və o vaxtı sabiq icra başçısı, hazırda Milli Məclisin deputatı olan Elman Məmmədov, şəhər sovetinin sədri, yəni Elman müəllimin müavini Şöhrət Həsənov və digərləri, Ələsgər Novruzov və digərləri bu taborun yaradılmasına çox böyük xidmət göstərmişdilər. Və eyni zamanda Xocalı milis batalyonu vardı. Yəni Xocalı aeroportu qoruyan Əlif Hacıyev rəhbərliyi altında bir bölük vardı ki, ona da Əlif Hacıyev rəhbərlik edirdi. Eyni zamanda en sayılı hərbi hissə yaradıldı. Hərbi hissəndə bir bölük Xocalıya gəldi. Aqil Sahiboğlu Quliyevin rəhbərliyi altında. Cəmi 21 nəfər idilər onlar. 1991-ci il oktyabrın ayında gəlmişlər və onları da Elman Məmmədov qəbul elədi. O vaxtın icra başçısı qəbul, onlar yerləşdilər. Səmimi deyirəm, əslində 23-24 nəfər idilər. Xocalıda 21 nəfər qaldı, amma böyük iz qoydular, getdilər doğrudan. Bunların içində o 21 nəfər uşağın 21-i də çox güclü döyüş rolu keçmişdi. Aqil Quliyev, Fikrət Nəzərli evin bir oğlu idi, mən eşitdiyimə görə o vaxtı. Nazir Mavini övladı ola, amma o bir gün evlərində qalmaya. Mübariz Şahmurov, mən onları şəxsən tanırdım, yəni onlarla mütəmadi münasibətdə idim. Biri də orada şəhid oldu, biz orada dəfn elədik Xocalı qəbristanlığında, onu çıxardıb gətirmək istəyirdilər. Sonralar Bakıya da öz ata-baba qəbristanlıqlarına gətirmək istəyirdilər, alınmadı. Mənim onlar hamısı yadımdadır. Mübariz Şahmurov haqqında, yəni mən deyə bilərəm ki, bütün əməliyyatlarda çox canı dildən, ürəkdən iştirak edib. Yəni döyüşlərdə hətta onlar küllü miqdarda erməni orada məhv ediblər, düşmənləri məhv ediblər. Onlar son günə qədər orada son damla qanlarına qədər vuruşdular. Xocalı çıxan gecəsi də onlar insanlara kömək elədilər, insanlara, qocalara, uşaqlara, qadınlara çox köməkləri dəydi. Aqil Quliyev onda yaralanmışdı. Onlar bir-birinə o qədər bağlı uşaqlar idi ki, onlar bir-birindən aralaşa bilmirdilər də. Hətta biri bir yerə gedəndə hamısı bilirdi ki, bu hara gedib. Bu günləri Mübariz haqqında danışırıq. Mübariz həmin Xocalı soyqırımında şəhid olan, lakin meyidi götürülməyən insanlardan biri idi. Mən bu yaxınlarda bir məlumat aldım ki, onun 2 övladı var, Allah saxlasın, Allah bütün balalarımızı qorusun. Həqiqətən çox çətindir danışmaq, şəhidlərimiz haqqında danışmaq. Siz inanın ki, o 21 nəfər övlad, 21 nəfər qardaş Xocalıda, bölgədə böyük iz qoymuşlar, mənim əzlərim. Təsəvvür edin ki, Rusiya məxsus
xüsus silahlarla Ermənistan silahlı qüvvələrinə yanacaq və s. daşıyırlar. Bu dəstənin uşaqları onu onlardan aldılar, Azərbaycan ordusuna təhvil verdilər. Digər əməliyyatlarda qəhrəmanlıq göstərmişlər. Sözün həqiqi mənasında 21 nəfər döyüşçünün qəhrəmanlığını mən necə də yerə göyə sığmır. O uşaqlar hər biri qəhrəmandır. Yəni Bakıdan gələn 21 nəfər döyüşçü Aqil Quliyevin rəhbərliğində hər biri qəhrəmandır. Bu baxımdan da Allah Teala şəhidlərin ruhunu şad eləsin. Biz onların ruhu qarşısında baş əyirik və mübarizin övladlarına demək istəyirəm ki, sizin atanız bir qəhrəman atadır. Sizin atanız bu torpağın yolunda şəhid olub. Siz fəxr eləyin və təbii ki, fəxr eləyirsiniz ki, sizin atanız Azərbaycanın ərazi bütün döyüşlərdə şəhid olub. Allah rəhmət eləsin. Onları bir-birindən seçə bilmirəm. O uşaqlar elə bil ki, o 21 nəfər uşaq elə bil bir nəfər idi. 21 yox, bir. Çünki döyüşə də eyni vəziyyətdə girirdilər. Mən çox şadam ki, bu günləri, yəni bu uşaqları yad edirsiniz. Mən çox şadam. Şəxsən Türkan xanım, sizə minnətdaram ki, belə bir tədbir hazırlayırsınız. Həmin o 21-ləri yada salırsınız. Onlar həqiqətən hər gün yada düşüləsi döyüşçülər olur. Onlar, bilirsiniz, mən onu ifadə edə bilmirəm onların hətta geyindikləri o varatniklərinə tikdikləri ağappaq olardı hər gün. Hər gün onu dəyişirdilər. Onlar elə bir ki, sıravi bir əskər kimi orada fəaliyyət göstərirdilər. Mən bunlara orada şəhid olanlar da var. Sonradan gəlib burada rəhmətə gedənlər də var. Ölənlərin hamısına mən qəni-qəni Allahdan rəhmət diləyirəm. Onların övladları varsa istəyir yolları görək. Çünki onların övladları fəxr eləməlidir ki, mənim belə atam olur. Qoy mübariz kimi oğlun övladları həmişə fəxr eləsin. Bəlkə nəvəsi də var bu gün onun. Qoy fəxr eləsin ki, mənim belə atam olub, mənim belə babam olub, mənim bu cürə döyüşlərdə insanlara nə qədər yardım eləyən, erməniyə qarşı döyüşmüş mənim bir böyüyüm olubdur. Allah bu uşaqların hamısına qəni-qəni rəhmət eləsin. Könüllü olaraq 22 nəfər döyüşə getmişik Xocalıya. Gəlib düşmüşük Xocalıya. Xocalıda bizə yer veriblər qalmağa, kazarmamız olubdu. Və ondan sonra döyüşlərimiz başlayıb. Biz demək birinci günümüzü elə Şuşadan, İsvanaketdən aşağıya Həsənabad bir şey vardı, kəndi var idi. Ora razvetkaya getmişdik. Rəhmətlik Nubariz idi, mən idim, rəhmətlik İlqar idi, rəhmətlik Aqil idi, komandirimiz olub Aqil bizim. Cabbar idi, İsmail idi. Bunlarla biz döyüşə getdik razvetkaya. Gəldik, qaz kontoru vardı. Qaz kontorunda haradasa bir 9 nəfər erməni bayvikləri var idi orada. Biz onlarla bir xeylaq atışandan sonra bir xeylaqları məsəl üçün döyüşdə həlak olanların rəhmətlik Nubarizlə rəhmətlik İlqar Musayev yan-bayan idilər. Bir də gördüm ki, oradan qışqırırlar ki, bəs rəhmətli Nubariz qışqırırdı ki, bəs Vidadi İlqarı vurdular. Biz bu tərəfdən rəhmətli Aqillə gələndə elə
keçmək istəyirdik, Aqilin də vurdular, komandirimizi də vurdular, ayağından yaraladılar. Mən yaxınlaşdım mübarizə, rəhmətliyə. Yaxınlaşdım, dedim, o dedi ki, bəs İlqarı vurublar, qapının ağzındadır, keçə bilmirəm içəriyə. Qayıtdım ki, bəs mən atıram. Rəhmətli mübariz dedi ki, sən at, mən meyidi çıxardacam oradan, sən prosesini at. Başladım, mən bir mağazin atdım, mübariz yavaş-yavaş sürünə yaxınlaşdı, rəhmətlik İlqarın meyidinin ayağından tutub yavaş-yavaş darta öz tərəfimizə gətirdi. O vaxtı İsmail yaxınlaşdı. İsmail yaxınlaşdı rəhmətli mübarizə kömək eləməyə. Mübarizlə İsmail rəhmətli İlqarı oradan Həsənabaddan meyidini çıxartdılar. Yaxınlaşdırdılar bizə demək rəhmətli İlqarı vurublar, rəhmətə gedibdi və komandir də yaralanıbdı. Rəhmətli mübariz çox həddindən artıq mərd döyüşçü idi, həddindən artıq. Heç nədən çəkinməzdi, heç nədən qorxmazdı. İndi bunu görməyənlərə üçün biraz belə bir şey gələr, ancaq ki bu gözümüzlə gördüyümüz şeyləri vallahi nətər deyim, adam belə də deyə də bilmir ki, yəni ki bu həqiqətən də bu çox gözəl döyüşçü olubdu. Çox gözəl döyüşçü olubdu. O rəhmətlik İlqarı demək yolun yarısına kimi o belində gətirdi. Onun nə qədər qan axmışdısa, rəhmətli mübarizin alt paltarına kimi hamısı qan idi. Bu vaxt çiynində gətirirdi onu. Bir xeylaq yol gətirdi bizə çatana kimi. Allah rəhmət eləsin, yəni ki çox gözəl döyüşçü olubdu. Bariz kimi döyüşçülər, retki halda elə döyüşçülər olur. Biz çox yaxın olmuşuq, həmişə bizə dindar şeylərdən söhbət eləyərdi, özü də dindar idi. Biz ona axund deyirdik, öz aramızda axund deyirdik ki, sən həqiqətən də axundsan. Ona Allah rəhmət eləsin. Çox təəssüf edirəm ki, indiyənə kimi mübarizin adı heç arada çəkilməyib, heç arada yoxdur. Vəbşi bizim hamımızın döyüşlərinin adı çəkilməlidir. Belə götürəndə hamı qəhrəman olubdur. Hamı döyüşübdür, canımızı qoymuşuq, ayağımızda yaramız var. Mübariz də onlardan biridir. Mübariz də həqiqətən də görsəlməlidir ki, bu bütün cəmaət bilməlidir ki, mübariz kim olubdur. İndi o vaxtdan 28 il ötür. Bizim üçün, torpaq üçün canlı fəda edən mübarizin ziyarətinə belə gedə bilmirik. Düşmən torpağında cansız bədəni torpağa qarışmış 28 ildir ki bizdən imdad diləyir. Yurtsuz, yuvasız, kəfənsiz, qəbirsiz şəhidimizin ruhu nigarandır. Deyirlər şəhidlər qurulduqda deyil, unudulduqda ölür. Biz səni unutmadıq, mübariz qəhrəmanım.